Salam dostlar, xoş gördük sizləri. Bu dəfə deməli belə bir oyun var. Yəni burada çox rahat və sadədir. Dogecoin-dən belə bir kriptovalyuta var. Məsələn bunu mənə bir nəfər təklif elədi. Mən də qoşdum. Bayaqdan yəni uğraşdırıb oynayıram və çəkim elədim. 3 dəfə çəkim elədim. İçində köçdü Binance hesabıma. Düzələrək az köçür. Burada biraz yatırım eləyib daha çox qazanc əldə etmək olur. Amma 3 dəfə də abad elədim, köçdü. İndi yəni sizə göstərəcəm. Baxın, depozitlər göstərimsə baxın. Depozit, Dogecoin depoziti, baxın burada köçür, burada gəlib. Bu köçürmə başqa proqramdan gələndi, 36 dollar. Money Box-dan gələn köçürməli, bugün köçdü, elə bu təsadüfən gün düşdü. Yəni onu demək istəyirəm ki, bu oyundan pul köçür həqiqətən də. İndi sizin gözünüz qabağında necə olur onu göstərəcəm, sonra təşkil edəcəm. Deməli belə. Baxın sizdə keçəndən sonra qeydiyyatdan sizdə birinci bunu vuracağız, bir yazacaq bura. Sonra bir dənə taş bunu vurdunuz. Üst və belə gəlirsiniz. Daha çox qazanc əldə etməyə ötürü. Bax görürsünüz, bu başlayır bir yazmağa. İndi məsələn mən indi bu ikilər geri alıram və bunlar 3 edirəm. Sonra yenə də buradan alıram, baxın. Belə yığıram üst bəyi. İndi aldım. Bunu da yığdım bunun üstünə. Bunu da gətirirəm buraya. Yəni təxmin bir kağıdı biləcəksiniz. Belə üst bəyi yığdıqca nə qədər ki yüksək oldu, o qədər daha çox qazanc verir sizə. Sadəcə mənim limitim burada 100-dür deyənə 100 dollar. Amma açmaq olur. Ondakı əlavə ödənişi basa bilirsiniz, daha çox token qazanırsınız. Bax yəni də mən sizə göstərim. Baxın belə level. Yəni belə göstərim. Bunu gəldik bura. Yəni də belə. Bunu gəldik bura. Bunu gəldik bura. 2. Bunu da gəldik bura. Bunu da gəlirik bura. Gördüyünüz kimi 4 elədim. Məsələn, tezən 4-cü var axı burada gördüyünüz kimi. İndi onu gətirirəm bura, tezən onu gətirirəm bunun üstünə. Beləsini qoyuram və daha çox qazanır. Beləsini davam eləyib yığdıqca, yəni qazanırsınız. Bu çəkimlər, geri çəkimlərdir. İndi burada geri çəkim necə olur? Yəni sizə Binance daxil olun və göstərim necə olur. Onu sizə izah edim. Yəni o düzgün adres götürər sonra ki, yəni tokenləriniz köçsün balansınıza. Deməli belə bu keçən hesab pulumdur mənim. Şeydən köçəndir. Money Box-dan köçən pulumdur. Deməli necə edirik? Gəlirik. Baxın, aktivlər yerinə gəlirik burada. Aktivlər yerinə gəlirik. Vəsait əlavə sözünə gəlirik. Deməli depozit sözünə gəlirik. Burada Dogecoin yazırıq. Dogecoin belə deyək də, nəsə də axı mən təminatını dəqiq bilmirəm. Buradan yazıb axtarırsınız da bu tapdınız, gəlirsiniz bura. Burada bunu seçirsiniz ikincini. Bunu seçdiniz. Bu adresi kopyalayırsınız və başlayırsınız çıxarışınızı etməyə. İndi gəlirəm buna, mən çıxarışımı edəcəm, sizə göstərəcəm. Gəlirəm çəkim yerinə. Tümünü vururam, görürsən 100-dür məndə də limitimdə. Yəni mən dolu, arxa fonda işləyir, yer dolur, qalır belə. Amma mən önə gedib atsam bunu daha çox əldə edir. Baxın, bu alındı, çıxarış dərmiblə, alındı. Burada bunu yox, bunun üzərində vuranda otomatik çəkim odur ki, üzərinə vurduğunuz tutaq ki, deyir ki, sizə yüksəldim bunu. 14 dollar deyir, yəni pul ödə. Ancaq özü dolduza avtomatik sizə köçürmə göndərəcək. O da əslində qəşəngdir. 14 dollar yüklüsünüz bura pul, 14 dollar. Belə adresi kopyalayırsınız, gerisi Binance-dan bura pul atırsınız və hər dolduza özü avtomatik sizə çəkim göndərəcək. İndi bura gəldi, tümünü vururuq və bunun üzərinə vururam. Baxın, bunun üzərinə vurdum. Başladı ki, çıxarışım getməyə. Çıxarışım baxın göstərir ki, yəni bir saat içində köçməlidirsən, tez köçür. Sonra gəlir yəni bura, baxın ki, burada başlayır yazmağa. Gördüyünüz kimi, baxın, burada başlayırlar, baxın, burada pullar gələcək. Burada başlayır tokenlərimi yazmağa. Gördüyünüz kimi, baxın, başladı yazmağa. Amma bu göz çox tez olur da, burada, çünki limitim burada mənim azdır. Bunu da artırmaqdan ötürü gələk mən ödəniş edəm, ya da ki, burada 14 dollar ödəm ki, bu dolduqca yenidən mənə avtomatik geri çəkim göndərsin. İndi biraz qoy burada pul yığılsın. İndi hazırda yığılır. Gördüyünüz kimi. İndi mən buradakı demək bunu alacağam. Bu da 70'di. İndi 70 olsun. Göründü. Aldı. İndi 5'i yer çəkirəm. Gəlirəm bunun üzərinə. İntezin altını qoyacağım buraya ki, daha çox qazanc versin. Baxın gördüyünüz kimi başladılar yazmağa. Yəni beləsini yazır, arxa fonda işləyir. Amma yenə deyirəm, bunu artırmaqdan ötürü siz gəlin bunun üzərinə vurursunuz. Otomatik çəkim sözünə vurursunuz. Şimdi yüksəl sözünə vurursunuz. Vəssalam, yəni bu avtomatik ücret sizin üçün, yəni belə deyim, bura o adresi kopyalayırsınız, gerisi Binance-dan bura 14 dollar göndərirsiniz və o avtomatik özü, yəni yığdıqca göndərəcək. Bax beləsindən göndərir sizə. Bu bilmirəm nədir. Bu da nəsə bu 160 yüksəltmədir, nədirsə. Yəni 160 yığırsa 620 token yığır. Bu yüksəltmədir. Onları yüksəldirsiniz.
Yəni belə deyim də, bala mən çəkiliş etdim ki, sizə göstərim. Dedim baxasınız da, yəni həqiqətən də verir çəkilişin köçür. Yəni də özünüz də baxın, kimsə qeyddən keçib rahat şəkildə istifadə edə bilər. Sadəcə indi deyirəm, o video çəkir görüm köçsəydi, elə vaxt orada nə bilim 10 dəqiqə köçər, 5 dəqiqə köçər, sadəcə bir yoxlamadan ötürü. Bir dostlarınızı dəvət edin. Baxın, gəlirsiniz bura gəldiniz, burada paylaşım mətnini kopyalayıb dostlarınızı dəvət edirsiniz, əlavədə sizə qazanc gəlir oradan. Dostlarınızı dəvət edib qazana bilərsiniz. Yəni mənim çox xoşuma gəldi. Köçməyi də ki, yəni 3 dəfə daha çəkim edim, köçdü. İndi bəlkə mən özüm $14 yatırım edəcəm, bura hələ yox. Bir müddət sonra bəlkə yatırım etdim, avtomatik özü yəni benim göndərim etsin. Baxın, orada yığılan tokenlərimdir, belə vurduqca göstərir. İndi sadəcə çəkim edə bilməyəcəm. Göstərəcək ki, yəni növbət çəkim olsun ki, mən sizə çəkim edə biləsən. O 100 olsun, sizə göstərim. 100 oldu, göstərim. Deyəcəm növbət çəkim. Bu çəkim gələndən sonra ödənişimi edə biləcəm yenidən. Çox yaxşıdır, həqiqətən xoşuma gəldi. Kim səsi qeyddən keçib istifadə edə bilər. Burada sandıq gəlir belə, sandığın üzərindən də vurursunuz. Deməli, kassa yüksəlt vuranda belə vurursunuz, yüksəltmə. Yəni dediyim kimi görürsünüz, $14 ödəyib kassa yüksəldə bilirsiniz. Kim istəsə $14 yükləyib, yəni rahat şəkildə daha çox tokenlər qazana bilər. Bu qədər dostlar. Çəkilişin video uzun olmasın, yəni əslində gözləyirəm çəkilişim, sadəcə video çox uzun olacaq. Gözləyirəm ki, Binance köçəndə burası göstərim. Sadəcə video uzun çəkəcək, ona görə istəmirəm ki, video uzun olsun. Yəni bir dənə də bunu təzədən 6 eləyək. Buradan da 6-nı geri çəkək. Buradan da bunun üzərindən bura. Buradan 7-ni geri çəkək. 7-nin üzərindən bura. Və gördüyünüz kimi indi daha çox verəcək. Baxın, 1.78 9 verir. Bu da 89 deyəsən verməli, 89 8 verir. Görürsün, daha tez dolur. Beləsinə dostlar, yəni bacardım beləsinə məlumat verdim. Yəni deyirəm, kim siz otomatik hər dəfə 100 olur, köçsün avtomatik, yəni süperdir həqiqətən, qəşəngdir cəhətdən. Ödəniş edib daha çox, yəni tez-tez köçürmə edə bilərsiniz. Kim istəsə ödənişini edib köçürmə edə bilər. Mən bura yenidən yığım bunları. Digər proqramlarda paylaşıram. Baxa bilərsiniz rahat şəkildə videolara baxın, hamısını görəcəksiniz. Linklərini paylaşıram. Oradan rahat şəkildə qeyddən keçib istifadə edə bilərsiniz. Gördüyünüz kimi başlayırlar bunları yazmağa, yığmağa daha doğrusu. Yəni bunu 1000 eləyə bilsə adam əla olar da, yığsın orada çıxarış edəsən. Bir dənəsini alaq. Sonra 5'i geri çəkək, 6'yı buraya başlasın yığmağa. Gördüğünüz kimi başlayır yığmağa. Sadəcə arka fonda işləyir. Yəni arka fonda mütləq işləyir. Sadəcə siz bir dənə çıxarış etdiniz, çıxdınız tutaq telefonlarınızı. Görürsünüz, bildiyiz ki, Binance görürsünüz, tez girin, yeni çıxarış edin. Tez girin, yeni çıxarış edin. Belə çıxarışlarınızı edə bilərsiniz. Ancaq bildiyiz ki, gələndə yuxarı göstərir ki, depozit oldu Binance hesabına. Onda bilirsiniz ki, pulunuz köçdü. Bir dənə yığılsın, bir dənə buradan alaq. Gördüğünüz kimi aldıq bunu. Bir dənə baxım, köçməyib belə. Köçməyib, yəni 1 saat ərzində deyil, indi gəlin birazdan köçəcək. Yəni istəməyim video uzun olsun. Belə bu qədər dostlar, yəni çəkim yerinə baxaq. Yayınlandı, aha, köçəcək indi. Yayınlandı yazıldı, indi köçəcək. İstəyirsə biraz bir dənə videonu uzun çəkim. Köçəndə bildirik gəlsin, sözünüzü görəsiniz. Sonra mağaza yerinə gəlirik. Burada da bunlar var. Bunlar bilməm düzü nədir. Üzərindən vurum. Bu nəsə desəm bu da alınır. Sadəcə bilmirəm də bu nə deməkdir. Bunun üzərindən vuraq. Yəqin ki bu saatını artırır nəsə oradan. Bu nə saatını artırır, daha çox qazanc verir. Deyək burada artırır, göstərir ki qazancları artır. Hər toxunuşda daha çox qazanc verəcək. O deməkdir. Deməli gəlirik bura. Burada görürsünüz başlayır yazmağa. 22, 11. Yox, deyə bura gəlib. Aldığım bir yaxşılar bura gəliblər. Şimdi bunun üzərində bura vururum. Sonra
5'i geri çəkək. Bunu eləyək 6. 6'nı geri çəkək. Bunu eləyək 7. Sonra 7'ni qoyduq bura. Bunu eləyək 2. Bunu da belə edək. Bunu getir qoyaq. Yeri yurda oldu. Ben çəkimlə baxaq. Yayınlanın köçəcək, köçməklə pulumuz. Biz gözləyək, köçsün. Yəni deyirəm, otomatik çəkim budur. Otomatik çəkim sözünə vurursunuz. Otomatik çəkimdə başlayır çəkməyə. 2 sözünə vurursunuz. Adresi, alıcı adresini kopyalayırsınız və bura pulunuzu göndərirsiniz. 14 dolar göndərirsiniz bura, otomatik özü transfer edəcək. Yaxşıdır, həqiqətən də çox qəşəngdir, xoşum gəldi. İndi köçəcəyi sadəcə mən bunu gözləyirəm köçsün ki, sizə göstərim. Əslində 1 saatdir, elə vaxtda tez köçür, elə vaxtda tez gec köçür. Mən bunu gözləyirəm köçsün ki, mən sizə bu köçsəydi balansa. Qeydiyyat linkini paylaşacağım yorumda, bir açıqlama bölümündə rahat şəkildə qeyddən keçib istifadə edə bilərsiniz. Kim sizə rahat şəkildə qeyddən keçib istifadə eləsin. Gördüğünüz kimi belə vururam və bunu artırdım. 2 vururam, bunu artırdım. Artırdım. 2'ni eləyirik. 3 4 eləyirik bunu. İndi bunu da 6 elədik. Gətirib qoyuruq, başlayırlar yazmağa. Gördüğünüz kimi başladılar yazmağa. Əl çəkimimi gözləyirəm. Çox rahat, yəni arxa fonda işləyir, yəni burada qalmağınıza ehtiyac yoxdur. Arxa fonda da işləyir. Rahat şəkildə hədəfə girirsiniz və tokenlərinizi götürürsünüz. Qeydiyyat linkində paylaşacağım, rahat şəkildə qeyddən keçib istifadə edin. Yəni deyirəm, baxın burada dostlarınızı dəvət edib qazana bilərsiniz. Mütləq dəvət edin. Telegramda, Twitterdə, WhatsAppda fərq yoxdur. Harada istəsəniz qəbul edib rahat şəkildə qazanc əldə edə bilərsiniz. İstəsəniz burada şəxsiyyət doğrulamada hər şeydə ehtiyac yoxdur, belə doğrulanmağa, yəni doğrula edə bilərsiniz o şəxsiyyəti. Sadəcə özünüzü birinci sınaqdan keçirin, yoxlayın. Pulunuz köçdü Binance hesabınıza və yaxud da Binance əsas deyəsən Binance-dır. Yəqin ki, digərləri də hansı kriptovalyutada varsa, dogenlərdə, yəni onu deyək də, mən də belə deyirəm. Oradan yəni ki, təklif edə bilərsiniz hər halda. Nəysə dostlar, video çox uzanır, mən istəmirəm çox uzansın. Əslində çəkim gözləyirəm, sadəcə yəni deyirəm 1 saat ərzində köçür, ola bilsin ki, indi başlama video saxlayandan sonra köçəcək, amma köçməni 100% köçür. Baxın gördüyünüz kimi buradadır. Binance hesabıma köçüb. Bu qədər dostlar, sağ olun. Nəyisə bilməsəz, yenə yazın. Kömək eləməyə hazıram. Sağ olun dostlar. Azdan çoxdan məlumatınız oldu, necə olur, necə etmək lazımdır. Siz özünüz də qeyddən keçin, rahat şəkildə istifadə edin. Qeydiyyat çox rahatdır. Köçdü deyəsən. Baxın köçdü. Yəni sizin danışda köçdü burada. İndi gələm, yenidən bunu belə yoxlayaq. Ben yeniləmədim. Görə yayınlanması gedəcəkmi? Gözləyək görə yayınlanması gedəcəkmi? Getməyəm, amma getmənə gedəcək. Tümünə vura, çək sözünə vura. Xərəcini getməyib, birazdan gedəcək. O gedəndən sonra avtomatik mərgin yerində ikinci çəkilmə edəcəm. Gözləyim burada. Çünki bura ikinci dəfə bildiriş gəlməlidir depozitlə bağlı. İkinci bildirişim gəlsin. Bunu silək, ikinci bildiriş gəlməlidir bura, o göstərməlidir. Olduqdan sonra və getdi bu yazı. İndi çəkin, yenidən çıxışımız edək.
Gəlirik bura. Tümlü vuru və çəkilir. Yenidən çəkilir getdik. Başda çəkilir gəlməyə. Bax beləsini dostlar. Beləsindən gəlin çəkilişiniz gəlir ora. Mütləq gəlir, mütləq gözükür. Nə tez buna baxın, nə qədər tez yığılır. Bax tümlü vururam, baxın göz artıq 100 oldu, çəkiliş gəlir. Otomatik çəkiliş də olsa hər dəfə gələcək ora. Bu qədər dostlar, sağ olun. Nə sözünüz olsa yazın, kömək eləməyə hazıram.